Səhiyyə Nazirinin keçmiş müavini İlya Quduşauri Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən saxlanılıb. İttiham hələlik məlum deyil. Vəkilin məlumatına görə o hazırda müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib. Ona işin materialları təqdim edilməyib və buna görə də ittihamın formulu bu mərhələdə məlum deyil. İlya Quduşauri bu vəzifəni Zurab Azaraşvilinin nazirliyi dövründə tutturdu. Vladimir Zelenski Ukraynanın Gürcüstandakı yeni səfirini təyin edib. Yanvarın 26-sında verilmiş sərəncam Ukrayna prezidentinin rəsmi internet saytında dərc olunub. Sənədə əsasən Mikhailo Brodoviç Ukraynanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri olacaq. Ukrayna mediasının məlumatına görə Brodoviç 1996-cı ildən Ukraynanın Xarici İşlər Nazirliyində çalışır. O İstanbulda Ukraynanın konsulu, Krakovda baş konsul olub. 2015-2022-ci illərdə isə Ukraynanın Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub. İstehlak qiymətlərinin azaldılması məsələsi yenidən siyasi qiymətləndirmələrin mövzusudur. Baş nazirin təşəbbüsü ilə bağlı hakim komandada müsbət gözləntilər var və deyirlər ki, bu tezliklə cəmiyyətdə öz əksini tapmalıdır. Müxalifətin bir hissəsi isə məsələnin həllini vacib olduğunu, lakin gecikmiş və nəticəsiz olacağını bildirir. Xatırladaq ki, ərzaq və dərmanlardan başqa hökumət komissiyası yanacaq bazarının da araşdırılmasını planlaşdırır. Cari həftə ərzində hökumətin koordinasiya komissiyası formatında farmasevtik məhsulların və yanacağın qiymətləri ilə bağlı da görüşlər keçiriləcək. Siyasi debatların keçirilməsi də siyasi müzakirə mövzusudur. Gürcü arzusu bütün maraqlı tərəflərlə məsləhətləşmələrə və müzakirələrə hazır olduğunu bildirir. Hakim komandada deyirlər ki, debatların ilk formatı təxminən 2 həftə ərzində formalaşdırılmalı və keçirilməlidir. Müxalifətə gəldikdə isə bir hissəsi debatlara hazırdır, digər hissəsi isə bu prosesə qoşulmaq üçün ultimatumlar irəli sürür. Bunların arasında aksiyalar zamanı saxlanılanların azad edilməsi tələbi də var. 4 oktyabr işi üzrə məhkəmə iclasları davam edir. Hazırda Maryam Mexançişvili, Nana Sander və daha 10 nəfərin məhkəmə prosesi gedir. İttiham tərəfinin sübutları araşdırılır. Prokurorluq işə əlavə sübutların əlavə edilməsi barədə vəsatət qaldırıb ki, onların sözlərinə görə bu zərər çəkmiş polis əməkdaşlarının sağlamlığı vəziyyəti ilə bağlıdır. Gürcüstanın 2025-ci il üzrə İnsan Hüquqları Hesabatı Cenevrədə BMT İnsan Hüquqları Şurasında müzakirə olunub. Din nümayəndəsi aparılan islahatlar cinayətkarlığa mübarizə, qeyri-qanuni miqrasiya, narko cinayətlər, ailə daxili zorakılıq və uşaqların hüquqlarının qorunması barədə məlumat verib. Etiraz aksiyalar və polis tədbirləri də müzakirə edilib. Gürcüstan nümayəndə heyətinə Xin müavini Xatuna Totladze rəhbərlik edib. Minneapolisdə federal agentin açdığı atəş nəticəsində Alex Pretin ölümündən sonra bəzi sərhəd və immiqrasiya rəsmiləri şəhəri tərk edib. ABŞ Daxili Təhlükəsizlik Departamenti bir rəsminin sosial mediaya çıxışını da məhdudlaşdırıb. Hadisədən sonra etirazlar yenidən başlayıb. Rəsmi qurumlar atəşi özünü müdafiə adlandırsa da buna şübhə edənlər çoxdur. Federal Təhqiqat Bürosu Milli Təhlükəsizliklə bağlı məlumatların sızdırılması işi çərçivəsində Washington Post qəzetinin reportyorunun evində axtarış aparıb. NBC News-un yazdığına görə agentlər jurnalistin mobil telefonunu, iş və şəxsi notebooklarını, səs yazan qurğun və ağıllı saatını götürüblər. İstintaq hökumət podratçısı Aurelio Perez Lugonesaya qarşı aparılır. Ona məxfi məlumatların qanunsuz saxlanılması ittihamı irəli sürüb. FTB-nin bildirdiyinə görə o icazəsiz şəkildə məxfi məlumatlar toplayıb. Mətbuat azadlığını müdafiə edənlər isə qeyd edirlər ki, bu söz azadlığına zərər vuran, jurnalist fəaliyyətini əngəlləyən və təhlükəli presedent yaradan misilsiz bir adamdır.
Saxta və fırıldaqçı sorğular cinayət məsuliyyəti daşımalıdır, deyə Donald Trump bildirib. ABŞ prezidentinin sözlərinə görə Trumpın bütün rəqib mediası 2020-ci il seçkiləri zamanı onun haqqında bilərəkdən yanlış olan sorğular dərc edib. Saxtalaşdırılmış sorğulara qarşı nəsə etmək lazımdır. İllər boyu hətta Fox News və Wall Street jurnalının sorğuları da dəhşət idi. Təəssüf ki, Amerika jurnalistlərinin başına gələnlər üzücüdür, amma mən bu sosioloji fırıldağın davam etməməsi üçün hər şey edəcəm, deyə Donald Trump bildirib. Almaniya kansleri ABŞ-da zorakılıq səviyyəsi ilə bağlı narahatlığını ifadə edib. Friedrich Merz Minneapolisdə immiqrasiya xidməti agentləri tərəfindən bir vətəndaşın öldürülməsi faktının araşdırılmasını tələb edir. Onun sözlərinə görə ABŞ-da bu sahədə vəziyyət həyəcan vericidir. Donald Trump bildirib ki, İran ABŞ-la gərginliyi diplomatik yolla həll etməkdə maraqlıdır. Axios'a müsahibəsində o deyib ki, İranla vəziyyət dəyişkəndir. İranın yanında bizim böyük hərbi donanmamız var. Venezuela ilə müqayisədə daha da böyükdür. Onlar razılaşma istəyirlər, mən bunu bilirəm. Bir neçə dəfə zəng ediblər, deyə Donald Trump qeyd edib. Axios mənbələrə istinadən yazır ki, prezident hələlik İrana zərbə endirilməsi barədə qərar vermək və bu həftə Milli Təhlükəsizlik Komandası ilə əlavə məsləhətləşmələr aparmağı planlaşdırır. Miqrasiya Departamentinin əməkdaşları 87 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər. Onların arasında Türkiyə, Çin, Hindistan, Azərbaycan, İran, Türkmənistan, Mısır, Nigeriya, Rusiya, Qazaxıstan, Yordaniya, Bangladeş, Tayland, İsrail, Livan, Cənubi Afrika, Sudan və Suriya vətəndaşları var. Qanunvericiliyə uyğun olaraq bu şəxslərə ölkəyə giriş qadağası qoyulub. Narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satışa kömək etmək faktları üzrə 5 nəfər saxlanılıb. Onlar İsani Samgori və Qıldani Nacaladevi baş idarələrinin əməkdaşları tərəfindən tutulublar. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Təqsirləndirilən şəxslərin üzərlərində və yaşayış yerlərində aparılan axtarış zamanı həmçinin onların göstərdiyi ünvanlardan müxtəlif növ narkotik vasitələr, o cümlədən metadon və qurudulmuş marihuana maddi sübut kimi götürülüb. Bu cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Qori Bələdiyyəsinin Tğuyavi və Kvemmuxviti kəndlərində məcburi köçkün ailələr üçün istixana təsərrüfatları qurulub və tam təchiz edilib. Səhiyyə Nazirinin məlumatına görə 2025-ci il ərzində bütün Gürcüstan üzrə 50 belə layihə həyata keçirilib və orada məcburi köçkünlər artıq müxtəlif növ kənd təsərrüfatı bitkilərinin yetişdirilməsinə başlayıblar. Proqrama qoşulmaq istəyən məcburi köçkünlər və ekomqrantlar üçün müraciətlərin qəbulunun yeni mərhələsi artıq başlayıb və 12 fevraldadək davam edəcək. Bugün Ninoba bayramıdır. Bayram münasibəti ilə səhərdən kilsələrdə ibadətlər keçirilir. Müqəddəs Nino Gürcüstana Kapadokiyadan gəlib. Öz təbliği və fəaliyyəti ilə xristianlığın yayılmasına töhfə verib. Məhz onun fəaliyyəti nəticəsində Gürcüstanda xristianlıq dövlət dini elan edilib. Ninoba Gürcüstanda ildə 2 dəfə qeyd olunur. 1 iyun onun Gürcüstana gəlişi günü, 27 yanvar isə vəfat etdiyi gündür.